Hədislər deyir ki, çörəyi evdə pişirin. İndi evdə pişirmə yoxu dükandan da alınır. Oturub nəsə yazır, gətirirlər evinə. Qabaq gedib belə yerin taksi saxla. Əli qaldırırdın da, bu da bir zəhmətdir. Əli qaldırınca taksi saxla, onu da eləmir. Oradan bir dənə yazırsan, görürsən hardadır, gəlir. Düz çatır sənin olduğun yerə, bəzi deyir, lap düşürsün həyətin içinə. Zəhmət olar da yazıq, düşsün, geçsin. Düşür orada. Qabaq yenə çoxumuzda televizor gedirlər, belə-belə çevirirlər, görməmişsiniz o gün. Gəlib otururlar, təzdən yenə gedirlər, çevirirlər. İndi deyir, olmaz, nə danışsın, gərək pult olsun əlində, ölsün də yəni, hərəkət eləməsin, ölü olsun, ölü yaşasın. Otursun orada, baxsın, hətta deyirlər, işmişəm ki, gözlə də indi şeylə, belə eləsəməsən, əl də tərpətməyəsən, elə dəyişsin kanallar. İndi kanal da dəyişmir, bir söz deyir, YouTube-da axtarır, yenə də burada seçim məhdud idi, nəsə istəyirdi, görə bilmirdi, indi istədiyini görə bilir, nə istəyir, açıb baxa bilir. Qabaq filmi gözləyir ki, bu film açan göstərəcəklər, istəyir, yenə də bir mübarizə idi, bir çətinlik də, istədiyini. İndi necədir, indi də istədiyini gözləmək, istəyən kimi iradə eləyir, YouTube deyir, buyur, qulluğundayam, yaz ora, nə istəyirsən, otur, bax. Belə bir nəsil formalaşır. Elə bilərsin, mən inkişafın əleyhinəyəm, xeyr, mən özümü müasir adam sayıram, mən də elə, bu həqiqətən də müasirəm, yəni geridə qalmış adam deyiləm. Həmişə özümü tənqid edirəm, bu məsələ deyimdə mən geridə qalmış insan deyiləm, çox da müasir adamam, müasir adamları da sevirəm, amma ki, indi bütün bunlar insanlara xidmət eləyirsə, bunun əvəzində alternativ nəsə, zəhmət. Ona görə xəstəliklər artır, bel xəstəlikləri bu qədər deyildi, bu qədər çünki gəzir də cəmaat. Olacaqdı, ölü vəziyyətdə bel xəstəliyi olacaqdı, ölü vəziyyətdə yaşayır. Yenə qaçırdı, uşaq oynayırdı, indi oyunlar da telefondadır. Yəni, tam belə bir aciz bir nəsil formalaşa bilər belə bir vəziyyətdə. Və bunu kompensasiya eləmək üçün gərək vadar eləsən, təbiətə geçsin, dağa çıxsın, nə bilim, mən neynəyəsən ki, ağac əksin, nəsə geçsin, dur həyəti süpür. Ayıb bilməsin özündən. İndi belə kim tərbiyə verir övladına ki, ictimai yerdir, sənə dəxli yoxdur, qazancında yoxdur. Ki, süpürgəni götürək, ata ilə övladlar, həyəti süpürək, hamı yaşayan yeri. Məsələn, çox yaxşı olar. Bunları mən gənc ailələrə də köhnələrdən keçdi, tövsiyə edirəm bunları.